Bir çox müsəlmanlar vitr namazını qılmağı tərk edir. Baxırsan ki, zöhrün sünnətini qılır, məğribin sünnətini qılır, maşallah, işanın sünnətini qılır, amma vitr namazını qılmırlar. Halbuki, İmam İbn Teymiyyə rahiməhullah buyurur ki, vitr namazı zöhrün sünnətindən, məğribin sünnətindən, işanın sünnətindən daha üstündür, daha əfsəldir. Və İbn Teymiyyə rahiməhullah deyir ki, nəinki onlardan, ümumiyyətlə vitr namazı gündüz qılınan bütün könüllü nafilə namazların hamısından üstündür. Məsələn, duha namazı ondan da üstündür. Ona görə vitr namazını qılmağı tərk etmə, qardaşım. Hətta alimlər deyirlər ki, vitr namazı fəcr namazının 2 rükət sünnətindən belə daha üstündür. Allahu akbar. Görürsən ki, müsəlmanlar səhlənkarlıq edir. İmam Əhməd rahiməhullah deyirdi ki, vitr namazını qılmayan pis kişidir. Allahu akbar. Hətta alimlər deyirlər ki, onun şəhadəti qəbul edilmir. Əziz qardaşım, vitr namazı əzəmətli ibadətdir. Fəziləti böyükdür. Vitr namazını qılmağı tərk etmə. Heç olmasa bir rükət vitr namazını qılmağı tərk etmə. Allah müvəffəq eləsin.